Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər. Bu videoda 21 iyun 2026-cı il tarixi üçün Azərbaycan üzrə gözlənilən hava şəraiti haqqında ətraflı məlumat təqdim edəcəyik. Əgər sabah üçün planlarınız varsa, videonun sona qədər izləməyi unutmayın. Milli Hidrometeoroloji Xidmətin məlumatlarına əsasən 21 iyun tarixində ölkə ərazisində hava şəraitinin əsasən dəyişkən buludlu keçəcəyi gözlənilir. Gün ərzində bəzi bölgələrdə günəşli hava üstünlük təşkil etsə də, ayrı-ayrı ərazilərdə qısa müddətli yağış ehtimalı da mövcuddur. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində günəşli saatların sayı çox olsa da, bəzi yerlərdə buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənə bilər. Temperatur gecə saatlarında 22 dərəcədən 25 dərəcəyə dək, gündüz isə 30 dərəcədən 35 dərəcəyə dək yüksələcək. Azərbaycanın şimal rayonlarında, o cümlədən Quba, Qusa, Xaçmaz və Şabran istiqamətlərində hava əsasən mülayim keçəcək. Günün ikinci yarısında bəzi daha ətraf ərazilərdə qısa müddətli yağış müşahidə oluna bilər. Temperatur 25 dərəcədən 32 dərəcəyə dək dəyişəcək. Qərb rayonlarında, xüsusilə Gəncə, Daşkəsən, Göygöl və ətraf ərazilərdə hava əsasən sabit olacaq. Lakin dağlıq zonalarda buludluluğun artması nəticəsində qısa müddətli yağış ehtimalı istisna edilir. Temperatur gündüz saatlarında 28 dərəcədən 33 dərəcəyə dək yüksələcək. Mərkəzi Aran rayonlarında, o cümlədən Bərdə, Yevlax, Mingəçevir, Ağdaş və Kürdəmir istiqamətlərində hava əsasən isti keçəcək. Günəşli hava şəraiti üstünlüyü təşkil edəcək. Temperaturun bəzi yerlərdə 35 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Kiçik havada çalışan şəxslərə günün ən isti saatlarında ehtiyatlı olmaq tövsiyə olunur. Cənub bölgələrində Lənkəran, Astara, Lirik və Masallı rayonlarında hava dəyişkən buludlu olacaq. Dağlıq ərazilərdə qısa müddətli yağış ehtimalı mümkündür. Temperatur sahil boyu ərazilərdə 26 dərəcədən 30 dərəcəyə dək, daxili rayonlarda isə bir qədər yüksək olacaq. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gün ərzində isti hava şəraiti müşahidə olunacaq. Temperaturun 32 dərəcədən 37 dərəcəyə dək yüksəlməsi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yaşayan və ya səfər etməyi planlaşdıran vətəndaşlar üçün qeyd edək ki, günün ikinci yarısında bəzi ərazilərdə şimşək çaxması və qısa müddətli yağış müşahidə oluna bilər. Buna görə də səfər planları zamanı hava şəraitini nəzərə almaq faydalı olar. Ümumilikdə 21 iyun tarixində Azərbaycan ərazisinin böyük hissəsində yay mövsümünə uyğun isti və əsasən sabit hava şəraiti gözlənilir. Ayrı-ayrı dağlıq rayonlarda qısa müddətli yağış ehtimalı olsa da, ölkənin əksər bölgələrində günəşli hava üstünlük təşkil edəcək. Hava haqqında ən son məlumatları izləmək üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Növbəti hava proqnozlarında görüşənədək sağ olun.